Oxuya bilməyənlərin bəxti onda gətirib ki, dinləyicilərin 80-90%-nin musiqi duyumu yoxdur. Yeni çıxan 3-4 müğənni var. Xalqa sübut elədi ki, sizin musiqi duyumunuz çox zəifdir. Gündəm 24 axşam Aza istinadən xəbər verir ki, bu sözləri müğənni Cabbar Musayev gün ortası verilişində deyib. Sənətçi verilişləri tənqid edib. Baltanı kökündən vururam. Müğənni sözünü o qədər ucuzlaşdırıblar ki, oxuya bilənə də, bilməyənə də müğənni deyirlər. Oxuyan sözü də onlara çoxdur. Bir nəfər mənə dedi ki, sizin yazdığınız göz yaşımı görməyəcəksən. Nə olur Allah mahnılarını başa düşmürəm. Mənim anladığım Aleyli Leylidir. Çətin mahnılara başa düşmürəm. Xalqımızın 80% bu gündədir. Verilişlər onlara qucaq açır. Ayaqlarının altına gül səpir. Bəzi verilişlər bu cəmiyyəti məhv eləyib deyə müğənni Cabbar Musayev açıqlamasında deyib.